Herkese salam dostlar, sizden mənim Zırpaget 2026. Bugünləri mən sizin üçün yeni bir video çəkəcəm. Hamı gözlədiyi bir video olacaq. Bugünləri mən sizlərə partlama videosunu göstərəcəm və ən sonu yeni ildən sonra qaldığım zır paketləri göstərəcəm. Yəni nə qalıb onları göstərəcəm. Gəlin başlayaq dostlar. Ən birincisine partlamışdım. Bu şekilde belədir. Belə zır paketdir. İndi videosuna baxın siz. İnşallah ki o xoşunuza gəldi, bilmirəm. Mənim belə də xoşuma gəlmədi. Çox da möhkəm partlamadı. Amma bunun davamı da var. Yəni böyüklər də olacaq axırda. Və gəlin balacalardan böyükləri keçək həmişəki kimi. Və hamınızı yeni il bayramı da mübarək olsun. Yəni bu videonu mən yanvarın 1-i çəkirəm. Yəqin ki yanvarın 4-ü ya 5-i qoymuşam. Ya siz də yəqin ki yanvarın 5-i baxırsınız. Və hamımızın yeni il mübarək olsun. Təbrik edirəm hamınızı. Sonra dostlar belə bir zır paket partladacağım indi. Partlatmışam. Gəlin bunu da sizə göstərim. Hamınız keçin baxın. Sonra dostlar, bu da belə zır paket deyil, yəni çox da möhkəm deyildi. Mənə görə 10 üzerindən 6 vermək olar, çünki 50 qəpik almışdım. Sonra dostlar, belə bir zır paket var. Görürsünüz. İndi isə baxın nə də partlayacaq. Sonra dostlar, gəlin sizə P750 göstərim. P750 çox möhkəm bir partlayır. Ona görə də mənə görə, yəni mən verdiyim pula məncə ucuz almışam. Ona görə də mənə görə çox qəşəng partlayıb. Qəşəng görsənirdi yanmağı onu. İndi videoya isə siz baxın, siz də qiymətləndirin. Yəni kommentləri, hamınızın kommentlərini oxuyacağım inşallah. Sonra dostlar, gəlin bir dənə də maraqlıdan keçəcək, amma gəlin indi sizə bir şey danışım. Yəni bundan sonra nə videolar istəyirsiniz? Yəni çoxunuz vlog yazır və zır paketdən başqa nə videolar çəkim və kanalın adını, ən əsas kanalın adını nə qoyaq? Yəni həmişəki kimi belə, yəni zır paket olmasın. Mənə görə dəyişdirilsə yaxşı olar. Sizin fikriniz, yəni siz fikirlərinizi yazın kommentlərdə, mən də qiymətləndirim. Bəlkə də sizin fikriniz mənim, yəni adım olacaq YouTube'da. Ona görə də kommentlərinizi yazın, mən də bütün kommentləri oxuyuram. Sonra dostlar, Grand Bloom Flower gördüyünüz kimi bunu indi partladacağım mən. Bu fişən kimidir indi. Videoya baxın, sonra qiymətləndirin bunu da siz. Dostlar, məncə belə də yaxşı olmadı. Keçən illər bunlardan yaxşı yanırdı. Amma mən o biri tərəfə qoydum, ona görə də yuxarı uçmadı. Sonra dostlar, bu Explosive Ek27-dir. İndi isə partlamasına baxın və mənə görə bunun partlaması 10 xaldan 9 məncə. Siz də qiymətləndirin, baxın özünüz. Çox da yaxşı partlamadı məncə, amma bundan sonrası, yəni Ek 6207. İndi siz bunun da partlamasına baxın. Bunu yəni videolarda
görmüsünüz də, yəni çox gözəl partlayışı var bunların. Yəni indi videoya keçin, baxın siz özünüzdə. Çox yaxşı partladı Ekran 6207. Mənə görə qiymətlə dəyər, yəni mənə görə. Siz də qiymətləndirin onu. Çünki yəni belə çox pul verməmişdim. Yəni 90 qəpik 1 manat falan vermişdim. Kimin yadındadırsa zəhmət olmasa yazsın kommentlərə. Və gəlin sonra keçək. Sonra burada nədir bizdə P20'nin partlaması mənə görə indidir. Baxın, mən də videoyu sizə deyəcəm, deyik. Siz də qiymətləndirin. P20 çox da möhkəm yox, amma yaxşı partladı mənə görə. Yəni bağışlayın, videoları biraz pis çəkilib, çünki yəni yanımda iPhone yox idi, ona görə də Samsung ilə qərar verdim çəkməyə və Samsunglarda yəni partlayış səsi daha yaxşıdır, sizə görə çəkmişəm belə, yəni çünki iPhone'larda yəni səs az olur, Samsunglarda səs çox olur, yəqin ki çoxunuz bilirsiniz. Amma belə yəni bağışlayın ki belə çəkmişəm. Pisdirsə zəhmət olmasa kommentlərdə yazın, ya da ki yəni video xoşunuza gəlmədisə yazın, nə xoşunuza gəlmədi. Mənə gələn dəfədə mən belə yəni bunları belə eləmərəm deyib, başqa cür eləyərəm videonu. Sonra dostlar, belə bir maraqlı bir şey eləmişdim. Burada gəlin sayaq görək. 5 6 7 8 9 10 11 12 13 14 Hardasa 50-dən çox deyirsiniz, özünüz bir dənə sayın, baxın, video saxlayın, bir dənə sayın və kim ən birinci düz tapsa, yəni ona məndən yəqin ki bir hədiyyə olacaq. Bəli, hədiyyə olacaq və bunun partlamasına baxın, biraz maraqlı alındı bu da. Dostlar, bunlar da biraz maraqlı alınmışdı. Biraz maraqlı idi mənə görə, çünki çox partladı. Sonra dostlar, gəlin bir dənə də böyüklərdən göstərim. Böyük çox da böyük deyil. MK27. Bunu mən blokla almışdım. Birini partlatdım sizlərə görə. Yəni mən saat 7-dən 8-dən düşmüşdüm ki video çəkim, yəni adam falan olmasın. Yanımda da adam yox idi, yəni ancaq qardaşım idi, o da ki baxırdı ki adam yanımızdan keçməsin. Yanımızda adam isə keçən kimi söndürürdü videonu. Gəlin indi bunun partlamasına baxın siz. O da çox gözəl partladı. Yəni iskrası da çıxdı, gördüyünüz kimi biraz da yandı qıraqları. Amma yəni mən də çox təhlükəli bir işlə məşğul olmamışdım orada. Yəni mən də gördüyünüz kimi 18 plusdur bu video. Amma mən ona görə də belə bir şeylər, yəni siz eləməsəz daha yaxşı olar və eləməsəz daha düz olar. Çünki mən bunları ekstrem üçün, yəni sizə göstərmək üçün, yəni nə ola bilər də burada, yəni başqa bir hadisə baş verə bilər. Yəni adam yanınızda olsa, kiməsə yəni kül dəysə yana bilər, kurtkası, belə paltarı yana bilər. Ona görə də yəni adam olmayan bir yerdə, dəniz kənarı, yəni kənddə adam olmayan yerdə partlatsa daha yaxşı olar. Sonra dostlar, Mamba 2. Bunu mən hərəsindən 1 manat almışdım, blokla almışdım. Gəlin bunun partlamasına baxaq. Gözümə də maraqlıdır.
Dost, dostlar, çox qəşəng partladı bu da. Ya partlamadı. Bunun biraz səsi biraz qəribə gəldi, amma yəni qəşəng ya qəşəng idi, öz qiyməti yaxşı idi. Sonra dostlar, hamımızın sevdiyimiz, amma mən sevmədiyim P23. Bu P23-ün orijinal deyil, amma gəlin bunun orijinal olmadığına baxaq, yəni nə qədər partlayacaq. Başlayaq. Dostlar, P23 belə də yaxşı partlamadı mənə görə. Yəni çox da yaxşı deyildi P23. Mən yəni sizə almayın P23-ü, çünki orijinalları gəlmir Azərbaycana. Ona görə də almağa dəyməz. Videoda gördünüz yəni nətər partladı. Belə də yaxşı partlamadı. Ona görə də mənə görə almayın. Sonra dostlar, gəlin bir dənə də Zenga göstərək. Pod orijinal Zenga, bundan sonraki də orijinal Zenga olacaq. Gəlin baxaq videosuna. Zenga'nın videosuna baxdım. Zenga'nın pod orijinalı da yaxşı partladı. İndi isə gəlin orijinalını göstərək. Orijinalı belədir. Sizə göstərməmişdim. Yeni ilə bir gün qalmış götürdüm bunu, yəni tapdım. Sədərək də bunu da aldım. Yəni qiyməti 2 manat idi. Video üçün aldım, yəni maraqlı olsun, alınsın videoda. Fitili də yuxarıdan gördüyünüz kimi başlayır. Yuxarıdan başlayanda çox vaxt orijinal olur. Ona görə də belələrini alsaz daha yaxşı olar. Yəni almaq qərarı versəz. Verməsəz almayın, yəni. Gəlin bunun da videosuna baxaq. Zenga da yaxşı partladı dostlar. Keçən il belə partlamırdı. Yəni yaxşı idi. Mənə görə də çox qəşəng idi. Yəni 2 manata dəyərdi mənə görə. Sonra dostlar, gəlin sizlərə super pirat göstərim. Super piratı nədə partladığımıza gəlin indi sizə göstərim. Dostlar, çox yaxşı partladı, yəni. Mən belə bir şey, yəni ajdat eləmirdim. Yəni heç vaxt bilmirdim ki, super piratdan belə bir səs çıxar. Amma gəlin hamımız çoxumuz istəyirik titanlara baxmağa. Gəlin bir dəqiqə titanın şəklini tapın, bir dənə göstərim sizə. Yəni titan 1 çox gözəl partladı. Titan 2-ni yəqin ki çoxunuz görmüsünüz deyə videoya salmayacağım. Şəkli də yoxdur ona görə. Yəni Titan 2-ni çoxunuz yəqin ki görüb. Yəni nətər partlayır. Titan 1-də tapdım şəklini. Titan 1 bu il birinci dəfə aldım, yəni heç vaxt bunu almamışam. Çox qəşəng partladı. Gəlin videoya bax, siz də baxın videoya, çox qəşəng idi. Dostlar, gördüyünüz kimi çox qəşəng partladı Titan 1. Yəni mənə görə dəyərdi. 2 manata 1 manat 80 deyə 2 manat vermişik, yadıma gəlmir. Bundan da sonra gəlin baxaq Big Boom. Bu elə bilirdim yuxarı uçacaq. Sonradan uşaqlar dedi ki, yəni yuxarı uçmayacaq. Ona görə də başqa bir yerə qoydum. Və indi videoya da siz baxın. Belə də xoşuma gəlmədi, amma yaxşı idi. Dostlar, o da partladı. Yaxşı idi. 8%, ondan 8 qoyarəm buna. Yəni çox da bomba kimi deyildi. Amma belə indi Ko 2010 göstərim sizə, gəlin. Ko 2010-un partlayışını çox gözəl idi, yəni. İdeal idi də, boss kimi. Bossdan bir damcı pis idi, amma yəni gəlin videoya siz də baxın, özünüzdə qiymətləndirin bunu.
Yəni dostlar, çox yaxşı idi. Siz də yəni gördünüz də özünüz, heç kəsə yalan danışmayacaq. Yaxşı partdadır. Və 9 verərəm, yəni öz qiymətinə görə 9 verərəm. Sonra gəlin boss baxaq. Bossun mənim qiyməti blokunda 4 dənə var idi. 4 dənəsinə mən 14 manat vermişdim. Mənə görə yaxşı vermişəm. Hərəsinə yəni 3 manat 50 qəpikdən yaxşıdır mənə görə. İndi videosuna baxın görün necə partlayır. Dostlar, boss çox qəşəng partladı. Yəni almağa dəyər. Mən də yəni bundan da sonra bosslar alacağam. Yəni videonu gördünüz də, mən 10-dan 10 qoyaram. Sonra baxın dostlar, birinci dəfə aldım Mega 5000, MK 5000. Bunun blokunda 25 manat vermişdim. 3 dənəsinə 25. Birini partlatdım videoda. Yəni gördüyünüz kimi videoda indi baxın videoya. Çox yaxşı partladı. Yəni səs biraz pis çıxdı videoda, amma real həyatda çox qəşəng səsi var idi bunun. Və dostlar, son olaraq fişəng idi. Yəni fişəng gülməli biraz çıxdı. Biraz gülməli çıxdı, bəli. Gəlin buna baxın. Belə bir fişəng idi. Fişəng yəni deməkdənsə Bingalski, Aganyok kimi demək olar. Yəni indi videoya baxın, siz özünüz güləsiniz yəqin ki baxanda videoya. Dostlar, özünüz gördünüz, yəni necə partladı. Salut. Salut demək olmaz buna. Yəni gülməli çıxır salut deyəndə. Buna 10 üzərindən 2 bal verərəm. Yəni bundan sonra almayacağam. Amma biraz maraqlı çıxmışdı. Yəni gülməli idi. Amma belə gecə saat 12-də yəni hamı baxırdı da. Mən də yuxarıdan baxırdım necə partlayırdılar. Yəni Sumqayıtda, bulvarda, sonra Bakıda, bulvarda videolarda görmüşəm. Gəncədə necə partladıldılar. Yəni hamıya maraqlı idi də yəni. Amma orada ekspertlər yəni yandırırdı onları. Yəni qanunlu bir şeydi yandıranlar orada fişəngləri. Ona görə də yəqin ki çoxunuz orada olmuşdunuz. Gəlin indi uşaqlar, yeni ildən sonra qalmış zır paketləri göstərim sizə. Yəni çoxunuza yəqin ki maraqlı gələrdi, nələr qalıb məndə. Hamısını bunun içinə düzmüşəm. Videolarıma baxanlar, keçən ildən baxanlar, mən artıq 1 ildir ki video çəkmirəm. Belə zarafat edeyim sizə. Yəni gülməli olmadı. Nəysə, 1 ildir ki artıq video çəkmirəm sizlərə. Ona görə də gəlin bu il 2026 artıq 2026-cı ildir. Gəlin çəkək və göstərək. Maraqlı bir video çəkəcəm sizə. Baxın dostlar. Bu video inşallah ki sizə də çox xoşunuza gəlir. Çünki partlama videosu hər yerdə yoxdur. Bakıda, Azərbaycanda, nə bilim Gəncədə, heç yerdə yoxdur demək olar ki. Baxın dostlar. Bunlar qaldı 6 ədəd paçka. Paçkanın mən yəni blokuna 10 ədədinə 12 azayın vermişik. Yəni bir paçka 1 manat 20 qəpiyə düşmüşdü. Sonra dostlar Ko 2010 qaldı 1 ədəd. Sonra dostlar MK27 çox qaldı. Bilmirəm niyə belə çox qaldı, amma qaldı yəni. Qalmağına çox qaldı bunlar. Yəni çox yandırmırdım. Gördüm yəni uşaqlar keçir. Yəni millət keçir. Gördüm yəni gecə qalxdım evə, özüm də yeməyimi yedim, oturdum, yəni izlədim, yəni YouTube-dan izlədim, canlılardan, yəni nətər partladırlar bunlar salutları orada. Mənə də maraqlı gəlirdi. Yəqin çoxumuz izləyirdiniz onları, yəni bulvarda necə partladırdılar. Yəqin ki çoxumuz elə orada olmuşsunuz. Məndə alınmadı, mən ailəmlə idim, ona görə də getmədim Bakı bulvarına. Çoxumuz yəqin ki olmuşdunuz. Baxın dostlar. Bunları gəlin hamısını düzəyik sizlərə görə.
Vse artıq heç nə qalmadı. Bu il bu cür paketlər qaldı. Yəni baxın özünüz. Bunlar qaldı ancaq. Mənə görə video maraqlı alındı. Kim istəyirsə mənim kanalımda, yəni partlama videolardan başqa, yəni kim mənim videolarımı sevirsə, yəni istəyər yəqin ki, partlama videolardan başqa, nə bilim, şəhərə çıxdım, yəni günlük vloqum, belə bir şeylər istəyən vardırsa, bir dənə kommentlərdə yazın, gələn video nə olsun. Yəni zır paketlərdən başqa bir video istəyən vardırsa mənim takipçilərdən, yəni keçib yazsın, zəhmət olmazsa. Mən də hamınıza yəni ürəklə cavablandıracağam. Yəni zəhmət olmasa videoya like atın və zəhmət olmasa videonu keşfətə salaq, çünki yəni bu boyda video sizlərə görə çəkmişəm yeni ildə. Gecə soyuq video çəkirdim, yəni mən sizlərə görə cəmaət də mənə baxırdı balkonlardan. Nəysə dostlar, sağ olun, gecənin xeyirli olsun, yəni gecə baxanlara, indi yemək yeyənlərə də nuş olsun. Gələn video nə olsun yazın kommentlərdə. Paka paka.